Deyir ki, şərt deyil, şən, iş o deyil sən əməl eləyəsən. İş odur. İş odur. Bak, iş var, iş o deyil sən əməl eləyəsən. İş odur, o əməli qoruyub saxlayasan. Yəni, çıxdısa, əməl çıxdı. İş o deyil. Çıxandan sonra onu mühafizə edəsən. Qardaş, bir şeyi ki mühafizə olunur, deməli, yox ola bilir ki, sən mühafizə edirsən onu. İbtal ola bilir ki, mühafizə edilməsini deyiblər alimlər. Qorumalısan, deyir. Rəşad qardaş, əməli necə qoruyum ki mən? Əməl də qorunur. Qorunur, qardaş. Allah subhanahu və teala nə deyir sədəqən deyəndə? Lə tubdilu sədəqatikum bil mənni vəl əzə. Minnət verməklə, əziyyət verməklə sədəqələrinizi puc, iptal etməyin. Deməli, olur bu, qardaş. Özdə olur, sonra bir şeyə görə yox, çoxdur. Onu, elə bir ki, əməl çıxandan sonra göz bəbəyi kimi qoruyub saxlamalısan onu sən. Heyfdir, qardaş. Niyə heyfdir? Qiyamət günü gələndə, qardaş, olmayacaq savabı. Qoruyub saxlasan, vallahi, Firuz, Allahın verdiği haqdır. Necə haqdır? Ne deməkdir bu? O mən əstəqu minallahi qilə. Allah'tan daha doğru kim danışa bilər? Ne danışıb Allah? İnnallaha la yudi'u ecral muhsinin. Allah muhsinlərin əcrini puç zay etməyəcək. Ne deməkdir bu? Etmişsən, gəlmişsən, yoxdur. Belə şey yoxdur Allaha. Allaha yaraşmır. Lakin hansı əməl? Qorunub saxlanılan əməl. Göz bəbəyi kimi qoruyub saxlamalıdır insan. Salih əməlini. Çıxdısa, bizdə çıxmır. Çıxmaq bir dərddir. Çıxarda bilmirik salih əməl. Çıxandan sonra da bu zibil şeylər, bu sosial şəbəkələr aparır onu. Özü də elm əhlinin, alimin, şeyxin yaxud da onlardan çıxması daha təəccüblüdür. Çünki zaman getdikcə üz o tərəfə. Keyfiyyət gedir, qardaşım. Qalmır xuşu. Görsətmək istəyirsən. Görsətmək, mən hər dəfə deyirəm, bir adam ki, səhər yuxudan duranda dişini yuyanda çəkir, yatan duranda çəkir, canlı yayım açır, görsədir, falan hər şeyini, arada namaz da var axı. O da getdi içində. Getdi içində. Qardaş, budur, həyatdır bu.